Salam, hər vaxtınız xeyir olsun. Bugün ədəbiyyatdan 4-cü sınaq mövzusunun izahına baxırıq. Mövzumuz orta əsrlər Azərbaycan ədəbiyyatı 13-16-cı əsrlər. Birinci sualdan başlayaq. İmadəddin Nəsiminin Sığmazam qəzəli ilə bağlı doğru fikirdir. Qəzəl təriqət şeirlərindəndir, bu doğrudur. Əruz vəznində ədəbiyyatımızda az istifadə olunan bəhrdə yazılıb. Doğrudur, Rəcəz bəhrində yazılıb, bu da az istifadə olunan bəhrdir. Sufizm müddəalarının izahı verilib, sufizm yox, hürufizm. Lirik qəhrəman əsas fikrin ifadəçisi yerində çıxış edir, doğrudur. Lirik qəhrəman fikirlərinin doğruluğunda tərəddüdlüdür, yanlışdır. Fikirlərinin doğruluğundan əmindir. Cavab olur 1, 2 və 4. Yəni A variantı. Keçək növbəti suala. İkinci sualda deyir ki, Şah İsmayıl Xətainin Dəhnamə əsərindəki məşuqə obrazı ilə bağlı doğru fikri müəyyən edin. Məşuqə obrazının xarakteri haqqında aydın təsəvvür yaranmır. Bu yanlışdır. Məşuqə özünü dini obrazlardan birinin nəfəsinə bənzədir. Bu da yanlışdır. Səba özünü Məsih-i Dəmsaz adlandırır. Məşuqəyə aidiyyatı yoxdur bunun. Əsərdə məşuqə obrazı özü haqqında təvazökarcasına danışır. Bu da yanlışdır. Özünü şux adlandırır. Kirpiyi ox, qaşı yay belə adlandırır. Yəni daha lovğaca danışır. Yəni təvazökarcasına danışmır. Məşuqə aşiqin bütün elçilərini hörmət və ehtiramla qarşılayır. Xeyr. Orada da deyir ki, Səbanın əlindən alıb məktubu cırdı, özünü də xar etdi. Şair məşuqə obrazını yaradarkən onun gözəlliyinin təsvirinə daha çox diqqət yetirib. Bu doğrudur. Məşuqə obrazının xarakterindən daha çox görkəminin təsviri daha ön plandadır. Cavab olur burada E variantı. Üçüncü sual. Klasteri hansı fikirlə tamamlamaq mümkündür? Dastan Əhməd Hərami mövzu baxımından Avesta ilə səsləşən məqamlar var. Bu doğrudur. Onda bizə doğrular lazımdır. İlk müəllifli mənzum epik əsərdir. Müəllifli deyil. Bu yanlışdır. 9 məclisdən ibarətdir. Xeyr, 6 məclisdən ibarətdir. Bu da yanlışdır. Xalq əsərdə Əhmədi zalım və şərəfsiz adlandırılır. Əhməd zalım və şərəfsiz adlandırılır. Amma bunu adlandıran xalq olmur. Bunu adlandıran şair özü olur. Yəni əsəri yazan adlandırır. Ona görə bu da yanlışdır. Əsərdə xalq şeir dilinə xas olan ifadələr klassik poeziya ənənələrinə uyğunlaşdırılmışdır. Bu doğrudur. İnsana yaraşmayan mənfi sifətlər tənqid olunur. Bu da doğrudur. Cavab olur 4 və 5. Yəni A variantı. Keçdik 4-cü suala. Nümunədə işlənmişdir. Leyli demə cənnət içrə bir hur, Məcnun demə zülmət içrə bir nur. Leyli və Məcnun poemasındandır. Burada var deməli təkrir. Demə. İçrə bir. Bunlar təkrirdir. Təkrir olmayanları çıxırıq. Qaldı 3 variant. Daha sonra Leylini hura, yəni huriyə bənzədir. Məcnunu da nura bənzədir. Bənzətmə var, yəni təşbih var. Təşbih olmayanda çıxırıq. Bir də var təzad. Zülmət içrə nur. Zülmət qaranlıq deməkdir, nur işıq, aydınlıq deməkdir. Burada da təzad görürük. Cavab olur D variantı. Keçdik 5-ci suala. Söz qəzəli ilə bağlı, Füzulinin söz qəzəli ilə bağlı doğru fikirləri müəyyən edin. Sözün qiymətini bilən, dəyər verən insan özünə də dəyər verir. Bu doğrudur. Deyir, artıran söz qədrini, sidqi ilə qədrini artırar. Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz. Söz arif insanlara məxsusdur və hansı qəlbdə yanarsa o qəlbi işıqlandırar. Belə bir ifadə qəzəldə yoxdur. Söz sirlər xəzinəsinin qoruyucusudur. Bu da var. Xazini gəncini əsrardır, hər dəm çəkər, rişteyi isharə, min gövhər əsrar söz. Sirlər xəzinəsinin qoruyucusu deməkdir. Ona görə bu da doğrudur. Söz dostlar arasında körpü rolu, xeyr, belə bir şey yox idi. Qiymətli sözlər danış ki, öləndən sonra sözlərin hər dəfə xatırlandıqca dirilmiş olasan, bu da doğrudur. Deyir ki, ver sözə ehya ki, tutduqca səni xabi əcəl, edə hər saat səni ol uyqudan bidar söz. Yəni bu da var. Cavab olur 1, 3 və 5. Yəni A variantı. 6-ya baxaq. Xətainin Dəhnamə əsərlə bağlı doğru fikirləri müəyyən edin. Fars dilində yazılıb, xeyr. Fars dilində yazılan Marağalı Əfhədinin Dəhnaməsidir. Şah İsmayılın Dəhnaməsi Azərbaycancadır, yəni türk dilindədir. Əsər A, B, B, C, C bu doğrudur, məsnəvidir. Məşuqə özünü İsa peyğəmbərin ölüləri dirildən nəfəsinə bənzədir. Bu yanlışdır, bayaq da dedik. Özünü İsa peyğəmbər Məsih-i Dəmsaz adlandıran Səba olur, məşuqə yox.
Sevənləri əbləh adlandıraraq onlara gülən aşiqin həyatı məşuqəni bağda görəndən sonra büsbütün dəyişir. Bağda görmür. Bağda yuxuya gedir, yuxuda görür. Ona görə bu da yanlışdır. Aşiq zülmət gecələrdə ayın ona görünməməsindən şikayətlənir. Bu doğrudur. Cavab olur 2 və 5 Y variantı. Keçək növbəti suala. Məhəmməd Füzulinin Leyli və Məcnun poeması ilə bağlı yanlış fikirləri soruşur. Poemanı yazma təklifini müəllif öz oğlundan alır. Xeyr, müəllif bunu Rum zəriflərindən alır. Deyir ki, onlar dedilər ki, bəs hər kəsin dilində bir əsər var. Leyli Məcnun farscasını Nizami yazıb, amma Azərbaycanca belə bir əsər yoxdur. Bu ağırlıqda bir əsər yoxdur. Deyir, ondan sonra qərara gəldim ki, türkcə bu əfsanəni qələmə çəkim. Ona görə bunu Rum zərifləri ondan xahiş edir. Bu yanlışdır. Müəllif bəxtə müraciət edib vəfasız olmamaq. Bu var. Poema mövzusunun götürüldüyü dildə yazılıb. Xeyr, poemanın mövzusu ərəb əfsanəsidir. Ərəblərdən götürülüb. Amma dili türk dilidir. Ona görə bu yanlışdır. Götürürük. Müəllif bu əsəri yazmağı dərd diyarına səfər kimi qiymətləndirir. Bəli, bu doğrudur. Dərd diyarına səfər adlandırır. Ona görə götürmürük. Poema Səfəvi şahlarından birinə ithaf edilir. Bu yanlışdır. Ona görə bunu götürürük. Cavab olur 1, 3, 5. A variantı. Eyler-Win diaqramındakı doğru fikirləri müəyyən edin. Bir tərəfdə Xətainin Dəhnaməsi, bir tərəfdə Füzulinin Leyli və Məcnun. Ana dilində poema janrında yazılıb. Bu hər ikisinə aiddir. Yəni bu ortada olmalıdır. Əsər nikbin sonluqla bitir. Bəli, Dəhnamə nikbinlə bitir. Leyli Məcnun bədbinlə bitir. Ona görə bu doğrudur. Əruz vəzninin Həzəc bəhrində yazılır. Poemalar Həzəc bəhrində olur. Doğrudur. Aşiq eşqin əzab əziyyətindən şikayətlənmir. Tam əksinə hər ikisində əzab əziyyət çəkir və bundan əziyyətdə görür. Müəllif bu əsəri yazmağa dərd diyarına səfər. Bu bayaq dedik, doğrudur. Aşiqin kədərə əks olunur. Bu da hər ikisinə aiddir. Cavab olur 2, 3 və 5. Yəni A variantı. Fəqih və Zəririn Yusif və Züleyxa əsərləri üçün ortaq cəhətlər. Orta dövrə aid ilk Azərbaycan poemalarıdır. Bu yanlışdır. Bundan əvvəl Dastan Əhməd Hərami olub 13-cü əsrdə və Qul Əlinin Qissə-i Yusif olub. Bunlar 14-cü əsrə aiddir, yəni sonradandır. Məsnəvidir, bu doğrudur. Fars dilli deyil, ana dillidir. 2 və 4. Yəni C variantı. 10-cu suala baxaq. Leyli Məcnun poemasında anasının Leyliyə nəsihət hissəsinə aid deyil. Qızın büt kimi evdə durması təqdir edilir. Bu var. Qızlar həmişə gizli qalmalıdır. Bunda deyir anası. Leyli anasına məktəbdən çıxmaq istədiyini deyir. Xeyr, Leyli anasına demir. Anası Leyliyə tövsiyə edir ki, məsləhət gör ki, səni biz məktəbdən gərək çıxardaq. Əgər belə olmasa cəmiyyət içində adımız pis olacaq deyir. Cavab budur. Qızın aşiq olması qəbahət sayılır. Bu doğrudur. Deyir ki, oğlan aşiq olsa ayıb olmaz, amma aşiqlik işi qıza layiq deyil. Ar namusu itirmək dəhşətlə qarşılanır. Bu da doğrudur. Cavab olur burada C variantı. 11-ci suala keçirik. Nöqtələrin yerinə yazıla bilməz. Həbibi və Kişvəri əsərlərində insanı dünyanın gözəllik nemətlərindən bəhrələnməyə çağırır. Bu doğrudur. Hər ikisində var bu məqam. Həbibi ilə Həqiqi eyni ədəbi dövrün nümayəndələridir. Bu doğrudur. Hər ikisi eyni ədəbi dövrdədir. Həbibi ilə Dilili, Qurbani haqsızlığa, zülmə, ədalətsizliyə qarşı etiraz səsini uzatmışlar. Bu yanlışdır. Bunlar üçün ümumiyyətlə eyni dövrə aid deyillər. Ona görə cavab C variantıdır. Həbibi, Nəsimi qəzəl qəsidədə yazıblar. Doğrudur. Həbibi ilə Füzuli eyni əsrlərdə yaşayıb yaradıblar. Bu da doğrudur. Burada cavab olur C variantı. Baxaq 12-yə. Cədvəldə qarşısında rəqəmlər yazılmış hansı fikirlərin yeri dəyişdirilsə, Füzulinin məni candan usandırdı qəzəli ilə bağlı yol verilmiş yanlışlıq aradan qalxar. Aşiq və məşuqə. Aşiq sevdiyi tərəfindən bivəfa adlandırılır. Xeyr, aşiq sevdiyini bivəfa adlandırır. Deyir, desəm ol bivəfa bilmən inanarmı, inanmazmı? Bivəfa deyəndə sevdiyini nəzərdə tutur. Aşiq səmimi, sədaqətli və cəfakeşdir. Bu doğrudur. Cəfakeş cəfanı çəkəndir. Cəfakar cəfanı verəndir. Belə yadda saxlamaq lazımdır. Cəfakar aşiqin sevdiyidir, cəfa verəndir. Amma cəfakeş bu cəfanı çəkəndir. Necə ki, məsələn, zülmkar zülm ediyəndir, amma qayğıkeş qayğını çəkəndir. Belə yadda saxlamaq olar. Ayrılıq gecəsi keçirdiyi hissləri mübaliğə ilə təsvir edir. Bu da doğrudur. Deyir ki, şəbi hicran yanar canım, tökər qan çeşmi giryanım. Yəni ayrılıq gecəsi canım yanar, gözümdən qanlı yaşlar dökülər. Deyir, bu da mübaliğədir. Məşuqə onu sevən insanın hisslərindən xəbərsizdir. Bu doğrudur. Deyir ki, qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən. Yəni
gəmimi gizli saxlayırdım. Dedilər ki, bu gəmi yarı aç, yarı de. Deməli, yarı xəbərsizdir bundan. Ona görə də bu doğrudur. Saf və dərin məhəbbətlə sevir. Sevgisi yolunda sonsuz əzab əziyyətlərə qatlaşır. Bu aşiqə aiddir, məşuqəyə yox. Ona görə bu da yanlışdır. Yeri dəyişdirilməli olan bu ikisidir. 1 və 5. Cavab olur burada B variantı. Keçirik növbəti suala. Orta əsrlər ədəbiyyatı ilə bağlı verilən fikirlərdən hansılar doğrudur? Ana dilli nümunələr yalnız lirik növdə yazılmışdır. Bu yanlışdır. Epik növdə də bayaq da dedik. Dastan Əhməd Harami olsun, Qul Əlinin qissəsi Yusif olsun, Suli Fəqih olsun, Mustafa Zərrir olsun. Bunların hamısı ana dilində epik əsərlər müəllif edib. Mənəvi azadlığın müdafiəsinə çağırış var. Ana dilli ədəbiyyatın yaranma tarixi 14-cü əsrə, xeyr, 13-cü əsrə təsadüf edir. Allaha çatmaq, qovuşmaq bu dövrdə məhəbbət məzmunu kəsb etmir. Tam əksinə məhəbbətin mahiyyəti elə buydu. Adilli ilk epik məsnəvilər bu dövrdə yazılıb. Bayaq da dedik ki, bu dövrdə yazılıb. Cavab olur 2 və 5. B variantı. 14-cü suala baxaq. Nəsiminin hürufilik görüşlərinin əks olunduğu şeiri müəyyən edin. Bu şeir Sığmazam şeiridir. Digərləri məhəbbət mövzusundadır. Sığmazam isə təriqət mövzusunda şeirdir. 15-ci suala baxaq. Venn diaqramına uyğun fikirləri müəyyən edin. Xətai və Nəsimi. Yalnız lirik növdə yazıb, yalnız lirik yazan Nəsimidir. Xətainin poemaları var çünki. Nəsihətnamə məsnəvisində Sufi Qızılbaş ideyaları bu Xətaiyə aiddir. Həm nəzmlə, həm nəsrlə yazıb, heç bir nəsrlə əsər yazmayıb. Yaradıcılığa lirik şeirlərlə başlayıb, hər üç dildə yazıb yaradıb. Bu hər ikisinə aiddir. Həm türkcə, həm farsça, həm ərəbcə yazıblar. Əsərlərində sufi görüşləri, bu da doğrudur. Xətainin sufi sən alıb satma, halalına haram qatma, yolun əyrisinə getmə, doğru yola nəzər elə adlı gəraylısı sırf bu mövzuya aiddir. Nəsimi də bildiyimiz kimi başda sufiyanə şeirlər yazıb, əsərlər yazıb, daha sonra hürufizmə meyl edib. 1-ə o aiddir, B, 2-yə A, 3-ə D, Y. Bu da A variantıdır. Hansı qəzəldə insanın Allahla maddi-mənəvi vəhdəti bu aiddir Sığmazama? Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Gövhər-i laməkan mənəm, kövn-ü məkana sığmazam. Əslində elə o beytdə bunların hamısı müəyyən mənada öz əksini tapır. Cavab olur burada D variantı. Cədvələ əsasən doğru fikirləri müəyyən edin. Doğru soruşur. Həsənoğlu və Şeyx Səfiyyəddin. Dünyəvi məhəbbətin real gözəlin tərənnümü. Real gözəlin tərənnümünə Həsənoğlu aid deyil. Ona görə bunu götürmürük. Apardı könlümü qəzəlində sufi mistik ideya, bəli bu doğrudur. Bizə gəlib çatan irsi 4 qəzəldən ibarətdir. Bunlardan 3-ü türkcə, biri farscadır. Apardı könlümü də türkcə olanlardan biridir. Bu doğrudur. İri həcmli divanı Rumda, Azərbaycanda xeyir. İrfani fəlsəfi düşüncələr, bəli bu Şeyx Səfiyyəddində var. Ana dil ədəbiyyatımızın ilk lirik nümunələrinin müəlliflərindəndir. Bu da Şeyx Səfiyyəddinə götürmək olar. Cavab olur 2, 3, 5 və 6. Y variantı. 18-ə baxaq. Nəsimi yaradıcılığı ilə bağlı yanlış fikirləri müəyyən edin. İlk təriqə şeirləri sufiyanə olmuşdur. Bu doğrudur, götürmürük. Şairin müxtəlif mövzularda yazdığı əsərlərində fəlsəfi fikirlər, bu da doğrudur. Dini mövzuda yazdığı əsərləri var, bu da doğrudur. Bədii irsində tuyuq janrına rast gəlinmir. Tuyuğu Azərbaycan ədəbiyyatında əsas səhnəyə çıxaran insanlardan biri Nəsimidir. Düzdür, Qazi Bürhanəddinlə daha çox irəli gedir, amma bunun başlanğıcını qoyan ədiblərdən biri Nəsimidir. Ona görə bu yanlışdır, götürürük. Təriqət şeirlərindəki sevgili real gerçəkliyin maddi aləmi yetirməsidir. Təriqət isə bu ilahi məhəbbətdir. Bu real deyil. Ona görə də cavab olur 4 və 5. D variantı. Füzulinin Leyli Məcnun poemasında Leyli obrazı ilə bağlı doğru fikirləri soruşur. Onun sevgisinə cəmiyyət əxlaqsızlıq kimi baxır. Burada çaşdırıcı bir məqam var. Burada cəmiyyət əxlaqsızlıq kimi baxmır. Leylinin anası deyir ki, bizə belə baxacaqlar. Amma burada cəmiyyətin baxdığı görünmür. Eşqini hər kəsdən gizlədir. Bu Leyliyə aiddir. Təbiəti üst tutur. Bu Məcnundur. Məcnuna nisbətən həyatı daha dözülməz olur. Bu da doğrudur. İnsanlar arasında pisliyin çox olduğunu düşünüb Şam Pərvanə ilə danışır. Bunlarla danışır, hətta dəvə ilə də danışır. Amma bunun səbəbi pisliyin çox olması deyildi. Bunun səbəbi dərdini danışmaq üçün insan tapmaması idi. Cavab olur 2 və 4 C variantı. Keçdik növbəti 20-ci suala. Nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Mərd odur ki, işin tuta mərdlə. Ər istəsən keç namərddən ər dilən. Rəmz anlayan, söz düşünən, dərd bilən,
aləmlərdə şöhrətlənir, bənlənir. Bu aiddir Dirili Qurbaniyə. Dirili Qurbaninin qoşmasıdır. İnsanı mərdicik düşünüb daşınan söz başa düşən görmək istəyir, bəli. Haqsızlığa, zülmə qarşı etiraz səsini ucaldır. Burada haqsızlıq, zülm məsələsi yoxdur. Dirili Qurbanidir, bu doğrudur. Klassik şeirdir, xeyr. Qoşma janrındadır, bəli, heca vəznində qoşma janrındadır. Cavab olur 1, 3 və 5. Yəni E variantı. Poema janrının bədii xüsusiyyətləri ilə bağlı hansı fikir doğrudur? Poema daxilində qəhrəmanların daxili aləminə uyğun lirik şeirlər verilir. Bəli, bu doğrudur. İri həcmli nəsr əsəri poema adlanır. Poema nəsr olmur, poema nəzm olur. Poemada hadisələr həmişə bir neçə xəttdə inkişaf edir. Yanlışdır, bəzən bir xəttdə də ola bilər. Poemada allegoriyadan istifadə edilmiş, bu da yanlışdır, edilir. Poemada təsvir olunan hadisələrin gedişində lirik lövhələrə yer verilmir. Bu da yanlışdır, lirik lövhələr var. Ona görə də cavab olur A variantı. Məsələn, lirik lövhələri harda görə bilirik? Leyli Məcnun poemasında Füzuli da təhkiyə formasında, amma nəzmlə danışır. Daha sonra Məcnundan bir qəzəl verir. Ya Leylidən bir qəzəl verir. Leylinin dilindən ya da Məcnunun dilindən. O qəzəl artıq tam olaraq lirik formadadır. Yəni lirik növdədir. Ona görə də onu biz lirik lövhə sayırıq. Buna görə də cavab olur burada A variantı. Nizami mövzularında epik şeir örnəkləri, yəni deyir ki, Nizami məktəbinin davamçısı olub, poema yazanlardan danışır. Epik şeir örnəkləri yazan nümayəndələrlə bağlı yanlış fikir müəyyən edin. Poema janrında məsnəvi şəklində əsərlər var, doğrudur. Əssar Təbrizi, Marağalı Əfhədi, Arif Ərdəbili bu mövzuda yazanlardandır. Bu da doğrudur. Marağalı Əfhədinin Cami-Cəmi və Dəhnaməsi var. Arif Ərdəbilinin Fərhadnaməsi var, Əssar Təbrizinin Mehri və Müştərisi var. Bunların hamısı farsça yazılıb və Nizami məktəbinin yetirmələrinin yazmış olduğu əsərlərdir. Əsərlər əsasən insan haqlarının müdafiəsi mövzusunda, bu da doğrudur. Fərhadnamə, Mehr və Müştəri fars dillidir, bu da doğrudur. Bu mövzularda yazan nümayəndələr əsasən ana dilində yazıblar, xeyr. Nizami farsça yazıb deyə, ya da ən azından bizə çatan əsərləri farsçadır deyə bu şairlər də Nizamini örnək alıblar deyə onun dilini də mənimsəyiblər. Yəni onlar da farsça yazıblar. Burada cavab olur Y variantı. Xətainin Bahariyə və Müşfiqin Yağış Yağarkən əsərlərinə aid ortaq məqamlardır. Təbiət təsviri aparıcıdır. Təbii ki, hər ikisində də təbiət təsviridir. Məsnəvi şəklində yazılıb. Bu Bahariyəyə aiddir. Göy üzündə qara buludlar təsvir edilib. Bu aiddir Müşfiqə yağış yağarkən. Heca vəznində yazılıb. Heca vəznində yenə də Müşfiqin Yağış Yağarkən idi. Obyektdə subyektiv baxış açısını tapıb. Bu da hər ikisidir. Cavab olur 1 və 5. Apardı könlümü bir xoş qəmərüz can fəza dilbər misrası ilə başlayan qəzəl haqqında doğru fikirlər. Bu qəzəl Həsənoğlunun qəzəlidir. Nə dilbər, dilbəri şahid, nə şahid, şahidi sərvər. Ana dilində yazılıb, müəllifi İzzəddin Həsənoğludur. Bu doğrudur, 13-cü əsrə aiddir. 13-cü əsr. Real məhəbbət, bayaq da dedik ki, real məhəbbət yox idi. İkiyüzlülük, riyakarlıq var, bu doğrudur. Qədim dövr Azərbaycan ədəbiyyatı nümunəsidir. Xeyr, orta dövrdür, orta dövr. Aşiq sevdiyini gözəllərin başçısı adlandırır. Bu da var. Nə dilbər, dilbəri şahid, nə şahid, şahidi sərvər. Sərvər başçı deməkdir, dilbər də gözəl deməkdir. Ona görə də biz bunu doğru kimi götürürük. Cavab olur burada 1, 3 və 5. Keçirik növbəti suala. Xətainin Nəsihətnamə məsnəvisinə aiddir. Maariflənməklə Allaha qovuşmağın mümkünlüyü qeyd olunur. Burada maariflənməklə yox, eşqlə Allaha qovuşmağın mümkünlüyü qeyd olunurdu. Sufi qızılbaş ideyalarının təbliğinə geniş yer verilir. Bu doğrudur. Əsərdə sanki dünya görmüş, zəngin həyat təcrübəsi olan ağsaqqalın müdrik nəsihətləri eşidilir. Bu da doğrudur. Bütün varlıqlar Allahdan qopub ayrılan zərrələr hesab edilir. Bu ifadədə var. Əsərdə Xətainin döyüş təcrübələri yoxdur. Cavab olur burada 2, 3 və 4. Növbəti suala baxaq. Füzulinin söz qəzəli ilə bağlı doğru fikirləri müəyyən edin. Söz olmasa, söz sənətkarları gözəl əsərlər yaradıb məşhur ola bilməzlər. Bu ifadə yoxdur orada. Söz bir xəzinədir, ondan düzgün istifadə etmək lazımdır. Bu var. Xazini Gəncini əsrar adlandırır. Sidər xəzinəsinin qoruyucusu və elə sözə də xəzinə deyir. Söz ən çox xoşa gələn bir nigardır ki, insanın könlünü alır, ona həmdəm olur. Bir nicari ənbərin xəttir könüllər almağa, göstərər hərdəm niqabi qeybdən rüxsar söz. Bu beytdə bu ifadə var. Əgər hörmətinin çox olmasını istəyirsənsə, az danış, çox danışmaq insanı hörmətdən salır. Bu şeirin məktəb beytidir, yəni son beytidir.
Gər çox istərsən Füzuli, İzzətin az et sözü, kim çox olmaqdan qılıbdır çox əzizi xar söz. Yəni deyir ki, əgər istəyirsənsə ki, hörmətin artıq olsun, az danış, çox danışma. Burada da o məsələyə toxunulur. Və 5-ə baxaq. Sözdən istifadə edərkən fikrini geniş izah etmək üçün çoxlu sözlər seçməlisən ki, qarşındakı səni anlaya bilsin. Çoxlu yox, doğru sözlər seçmək, yerində sözlər seçmək lazımdır. Burada da olur 2, 3 və 4. Baxırıq 27-ci suala. Əsərlərlə bağlı uyğunluğu müəyyən edin. 2 əsər verilib: Mehr və Müştəri və Dastan Əhməd Hərami. Ədalət və insan haqları müdafiə edilir. Bu aiddir Mehr və Müştəriyə. Əsərin finalında baş qəhrəman qadın tərəfindən öldürülür. Bəli, Əhməd Hərami qadın tərəfindən öldürülür. Epik şeirimizin nizami ənənələrini davam etdirən nümunəsidir. Bu aiddir Mehr və Müştəriyə. Əssar Təbrizinin əsəridir və Əssar Təbriz də Nizami Meytəbinin davamçısıdır. 5 məclisdən ibarət əsərdə oğru quldur olan obraz mənəvi eybəcərliyi təmsil edir. Bu çaşdırmasın əslində belə görəndə Dastan Əhməd Həramiyə uyğun kimi gəlir, amma Dastan Əhməd Hərami 5 yox 6 məclisdən ibarətdir. Ona görə heç birinə götürülmür bu. Ana dilində ilk epik poeziya örnəyidir. Bu da aiddir Dastan Əhməd Həramiyə. 1-ə A və C, 2-yə B və Y. Gəldik şeirə. Az danışmağın gözəlliyi. Sözün də su kimi lətafəti var, hər söz az demək daha xoş olar. Birinci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da. İnci tək sözlər seç, az danış, az deyin, qoy az sözlərinlə dünya bəzənsin. Az sözün inci tək mənası solmaz, çox sözün kərpic tək qiyməti olmaz. Əsli təmiz olan saf mirvarilər suya və torpağa min bəzək vurar. Mədənlə dolsa da hər xəzinə, hər kiçik zərrəsi dərmandır yenə. Ürəyi oxşayan bir dəstə çiçək 100 xırman otundan yaxşıdır gerçək. 100 ulduz yansa da göylərdə inan, bir günə baş əymək xoşdur onlardan. Göydə parlasa da nə qədər ulduz, günəşdir nur verən aləmə yalnız. Nizami Gəncəvinin Leyli və Məcnunundan bir parça. Baxırıq 28-ci suala. Əsərdən parça əsasında cədvəli tamamlayan nümunələri yazın. Bədii təsvir ifadə vasitələri əsərdən nümunə. Bu əsərdə ümumiyyətlə bədii təsvir ifadə vasitələri hər halda çox olar. Məsələn, biri bu, su kimi. Su kimi lətafət, bu təşbihdir. Daha sonra inci tək sözlər seç, təşbihdir. Daha sonra dünya bəzənsin, metafordur, dünyanın bəzənməsi. Yenə inci tək, kərpic tək, bunlar da təşbihdir. Daha sonra mirvarilər bəzək vurar, bunu da metafor saymaq olar. Və bunları demək olar. Və ya burada inversiyalar var. O da ola bilər. Məsələn, bir günə baş əymək xoşdur onlardan. Burada inversiya var. Günəşdir nur verən aləmə yalnız. Hər kiçik zərrəsi dərmandır yenə. Bunlar da inversiya misal götürmək olar. Ona görə bura müxtəlif ifadələr yazmaq mümkündür. Baxırıq 29-cu suala. Forma baxımından əsərləri müqayisə edin. Az danışmağın gözəlliyi və sığmazam. Bunlardan biri poemadan parçadır. Bunu qeyd olunub. Nəsiminin sığmazamı lirik növdədir. Bunu qeyd etmək olar. Amma bu poemadan parça olduğu üçün epik növdədir. Epik növdədir. Daha sonra Nəsiminin sığmazamına demək olar ki, bu qəzəldir. Qəzəl olduğu üçün AA, BA, CA şəklindədir. Az danışmağın gözəlliyi amma məsnəvi şəklindədir. Məsnəvi. Yəni AA, BB, CC və s. şəkillərdədir. Forma baxımından dediyi üçün sırf forma olaraq yanaşmalıyıq. Ortağa da yazmaq olar ki, hər ikisi də əruz vəznindədir. Bunu qeyd etmək olar. Hər ikisi də əruz vəznində yazılır. Və ya hər ikisi də beytlərlə yazılıb. Yəni hər ikisində də beytlər formasındadır. Beytlərdən istifadə olunur. Bu da belə. Keçdik 30-cu suala. Əsərlər əsasında cədvəli tamamlayan fikirləri yazın. Söz və az danışmağın gözəlliyi. Hər ikisində yaza bilərik ki, məsələn, sözün mahiyyəti vurğulanır, sözün əhəmiyyəti vurğulanır. Hər ikisində də elə bunun adı onsuz odur, az danışmağın gözəlliyi. Burada da deyir ki, hörmətin çox olsun istəyirsənsə, az danışmağa daha çox üstünlük ver. Ona görə yazmaq olar ki, hər ikisində də az danışmaq tövsiyə edilir. Onu da qeyd etmək olar.